Həkim, uşaqlara bal vermək olar. Uşaqlara 1 yaşına qədər bal vermək olmaz. Amma 1 yaşından sonra olar bəli, amma uşağın yaşına uyğun miqdarda. Uşaq xəstə olanda dondurma yemək olar. O baxır uşağın vəziyyətinə, xəstəliyinə, amma deyim ki, dondurma özü-özlüyündə uşaqda xəstəlik yaratmır. Ona görə də vermək olar, bəli. Uşağın hərarəti varsa üstünü qalın örtmək olar. Yox, qətiyyən əksinə, uşağın hərarəti olduqda əyni də nazilməlidir, evin hərarəti də sərin olmalıdır. Uşaq vitaminləri öz başına vermək olar. Qətiyyən olmaz. Nizami Gəncəvi necə demişdi, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Ona görə də vitamini ancaq həkim təyin eləməlidir. Lazım olan vaxtda, lazım olan dozada. Uşağın burnu axanda antibiotik lazımdır. Xeyr, uşağın hər burnu axanda antibiotik lazım deyil. Çünki əksərən uşaqların burnu virus mənşəli olur, burun axması, bəzən allergiyadan olur. Ona görə də hər dəfə burun axanda antibiotik lazım deyil. Uşağın iştahı yoxdursa, məcburi yedirmək olar. Əgər uşaq xəstədirsə, xəstəlikdən iştahı yoxdursa, bu normaldır. Lakin sağlam uşağın iştahı yoxdursa, onun hökmən səbəbi araşdırılmalıdır, səbəb tapılmalıdır və salam. Meditür Global, sağlamlığın doğru seçimi.